Nəzərə aldıq ki, Azərbaycan Premyer Liqasında fasilədir və qərara gəldik ki, komandaların mövcud durumlarını bir analiz eləyək və soruşaq klub rəsmilərindən, bir də maraqlanaq, altılığa düşən komandaların bundan sonraki iddiası necə olacaq? Elə nəzərə alsaq ki, bugün qonağımız həm də Xəzər Lənkəran Futbol Klubunun rəsmisidir. Başlayaq Xəzər Lənkərandan. Xəzər Lənkəran artıq ilk altılıqdadır, amma bu da 100%lıq bir nəticə deyil. Komanda ilk altılığa düşsə, bundan sonra hədəfi necə olacaq? Çünki azarkeşlər adətən Xəzər Lənkəranı çempionluğa və Avrokuboklara oynayan bir komanda kimi tanıyırlar. Təbii ki, özünüz də qeyd elədiniz. Xəzər Lənkəranın yarandığı gündən iddiası hər kəsə bəllidir. Bizim komandanın hədəfi çempionluqdur. Təbii ki, indi qərarlaşdığı mövqe heç də komandaya yaraşmır. Yəni ki, biz özümüz də bunu dərk edirik. İnşallah altılıqda qaldıqdan sonra elə götürükdə futbola olan maraq onun sürprizlərlə dolu olmasındadır. Yəni ki, çempionatın ikinci dönəmində daha iddialı, daha güclü Xəzər Lənkəran görəcəyik. İnşallah layiq olduğu yerə qayıdacaq və çoxsaylı azarkeşlərimizi də sevindirəcəyik. Aydındır. Samir, sən şansları necə dəyərləndirirsən? Xəzər Lənkəranı hansı pillədə görmək olar? Xəzər Lənkəran klubu haqqında bir-iki sözlərimi demək istəyirəm. Yəni, mən keçən verilişdə də vurğuladım ki, Bakes məhdçidən nəsə hiss olunur. Yəni, bu komandaya xeyir verəcəyinin nəsə hiss olunur. Yəni, bu Xəzərdə bu əlində, yəni, belə deyəm, material yoxdur, futbolçu yoxdur ki, yəni komandanı yüksək səviyyədə oynatsın. Amma bu heyətlə də Neftçi kimi komandaya qalib gəlir. Yəni Qarabağla da oynadı. Yəni qapıçının xırda səhvindən qapımıza qol vuruldu. Məncə komandanın bu vəziyyətdə qalmasında bir nömrəli günahkar mən Yunus Hüseynovu görürəm. Yəni bu oyuncu gətirilmədən Xəzərdən bir çox oyuncuları transferə çıxarıldı. Yəni, onlar qalsaydı, Bakes bəlkə də gəldiyi gündən neçə oyun oynayıbsa, onlar hamısında qələbə qazanırdı. Yəni, məğlubiyyəti olmazdı. Amma məncə Xəzər Lənkəranı fikirləşirəm ki, belə fikirləşirəm, fasilədən sonra Xəzər Lənkəran daha layiqli oyun oynayacaq. Yəni, bütün Xəzər Lənkəranın azarkeşləri də Xəzər Lənkəranın bu oyunu heç də onlara qane etmir. Mən belə fikirləşirəm ki, qış fasiləsindən sonraki oyunlarda Xəzər Lənkəran çox, yəni ilk üçlü üçün oynayacaq. Çempionluq da olmasa ilk üçlü üçün mübarizə aparacaq. Xəzər Lənkərana bir növ oyunçu ümumiyyətlə transfer edilə bilmirdi. Baxmayaraq ki, dünyanın müxtəlif ölkələrindən futbolçular gətirildi və qaytarıldı. Bu səbəbləri mən düşünürəm ki, Elvar bizdən daha yaxşı bilər. Elvar, nə idi onda problem? Niyə oyunçular transfer edilmirdi? Yəni, oyunçular komandaya gəlmirdi. Mən o fikirlə razıyam ki, mövsümün sonunda transfer edilmədən bir çox futbolçularla erkən yollar ayrıldı. Çünki həmin mövqəyə oyuncu tapılmamış, oyunçunu transferə çıxarmaq biraz mən yaxşı baxmıram. Yəni, subyektiv fikrimdir. Biz Avstriyada da olanda baxışa gəldi futbolçular. Düz aralarında bizə kömək elə biləcək futbolçular da var idi. Amma səviyyəcə o qədər də Xəzərin komandamızın səviyyəsinə uyğun deyildi. Burada günahı kiminsə üzərinə atmaq istəməzdim. Əsas problem odur ki, bugün heyətimizdə futbolçu çatışmazlığı aşkar hiss olunur. Son oyunda da sadəcə 11 futbolçu güclə tapıb meydana buraxdıq. Budur, hal-hazır ki, Xəzərin problemi budur, oyuncu çatışmazlığı. Bəlkə yeni baş məşqçi ilə bağlı fikirlər biraz haçalanır. Ona görə hələ mən də onun iş prinsipi ilə bağlı, yəni ki, artıq 5-6 ildir komandadayım, bir çox məşqçilərlə çalışmışam. Yəni ki, yeni baş məşqçinin iş prinsipini şəxsən özüm çox bəyənirəm. Düşünürəm ki, lazımlı yaxşı transferlər olarsa, komanda daha layiqli oyun nümayiş elətdirər. Çünki
bundan əvvəlki məşqlərlə artıq müqayisə aparmaq mənim üçün daha asandır. Çünki baş məşqçimiz növbəti oynayacağımız rəqibi bütün detallarına kimi analiz eləyir. Bunu onların zəif və güclü tərəfləri barədə futbolçulara müfəssəl məlumat verilir. Sadəcə futbolu oynayan futbolçulardır, məşqçi deyil. Məşqçi nə qədər çalışsa da futbolçunun ustalıq səviyyəsi sonda meydanda özünü göstərir. Ona görə futbolçunun çatışmazlığı sonda nəticəyə də təsirini göstərir. Düşünürəm ki, yaxşı futbolçular olsa nəticə də qənaətbəxş olacaq.